Vlogçudan hər birinizə salamlar. Bəzən rəylərdə görürəm ki, bizi antireklamla günahlandırırlar. Bu normal şeydir, mən bunu qəbul edirəm. Əgər real case'lər üzərindən gediriksə, mübahisə mövzuları yaranma ehtimalı ola bilər. Çünki hər kəs eyni düşüncədə deyil və hər kəs avtomobil həvəskarı, avtovlogger ola bilməz. Bir video var. İstəyirəm o videoya baxasınız və o videodan sonra mən söhbətimin davamını gətirim. Как работать с китайцами, непонятно. Вот раз, два, три, четыре, пять стартеров с одинаковых моторов, с одинаковых коробок, но все стартера разные. И самое интересное, по ВИН-коду стоит вот этот стартер, по ВИН-коду пробиваешь, а по факту, получается, стоит этот. Biz ümumiyyətlə indiyə qədər nə qədər video paylaşmışdıqsa, bu rəsmi mənbələrə istinad edildi və bundan sonra da paylaşılacaq bütün videolar eyni ilə belə olacaq. Deməli, məsələ nədir? Çin avtomobilləri ilə bağlı usta problemləri və ehtiyat hissələrlə bağlı çətinliklər hələ də davam edir. Deməli, videoda gördüyünüz kimi bir Çin maşını üçün 5 starter gətirilib və onun biri sırf VIN-kodla gətirilən ehtiyat hissəsidir. Buna baxmayaraq, o avtomobildə istifadə üçün yararlı olmuyor. Yəni, istifadə etmək mümkün olmuyor. Baxın, biz problemlərdən danışanda, usta problemləri, ehtiyat hissələrinin problemlərindən danışanda bu və bu tipli mövzulara toxunurduq. Və bilməyinizi istəyirdik ki, siz əgər Çin avtomobili alırsa, müəyyən məsələləri nəzərinizdə saxlayın. Hansı ki, bizim il yarım bundan öncə dediyimiz problemlər artıq bugün aktuallaşır. Bu da ona görə baş verir ki, texniki xidmət məsələlərində əgər bir resurs davamlılığı yoxdursa, belə deyək, bir katalog formalaşmayıbsa, deməli, bu brendin istifadəsi ən yaxşı halda lokal istifadə üçün nəzərdə tutulub. Yəni, bu nə deməkdir? Yəni, istehsal olunan ölkədə istismarı daha tövsiyə olunandır. Baxın belə. Və bəziləriniz ola bilər ki, sual versinlər ki, nəyə görə Rusiya? Axı bu proses, bu hadisə Rusiyada baş verib, Azərbaycanda yox. Mənim əzizim, buna səbəb odur ki, müqayisədə Rusiya Çin maşınlarının idxalı üzrə 15 dəfə bəlkə də ondan da artıq bizdən öndədir. Və bu onlara şərait yaradır ki, praktiki olaraq da onlar bizdən müəyyən qədər qabaq olsun. Bu və bu tipli problemlər haqqında müəyyən videolar paylaşacağım. Rəylərdə qalın, bizi izləməyə davam edin. Vlogçudan hər kəsə salamlar. Sağ olun.